Ağsu rayonunda Ağsu Yazarları Ədəbi Birliyinin təşəbbüsü və rəhbərliyi ilə şair alim Raqif Nazimoğlunun şəhid Əzizağa Nizamioğlu Hüseynov və şəhid Murad Təvəkküloğlu Arzullayev haqqında yazdığı kitabların təqdimatı olub. Tədbiri giriş sözü ilə Ağsu Yazarları Ədəbi Birliyinin sədri şair Raqif Nazimoğlu açaraq hər iki şəhid qəhrəmanımızın keçdiyi döyüş yollarından, göstərdiyi qəhrəmanlıqlardan danışmış, sonra isə sözü hər iki şəhidimizin valideynlərinə vermişdir. Tədbirdə şəhidlərin yaxınları, ictimaiyyət adamları, onlarla yazıcı və şairlər və başqaları çıxış edərək şəhidlərimizin qəhrəmanlıqlarından danışıblar. Raqif mənim o kitabın birini, siftəsini çıxanda gətirdi bizə. Mən elə bir ki, oğlum təzədən yenidən anadan oldu. Hamıya mən minnətdaram ki, belə yazıçılar, şairlər, rejissorlar, filmlər çəkirlər, kitabları yazırlar, şeirlər yazırlar, şəhidlərimizi yaşadırlar. Bizə ancaq bunlar qalır. Mən çox sevindim ki, mənim oğlumun belə bir kitabı çıxdı. Mən bir şəhid valideyn kimi hamımıza öz minnətdarımı bildirirəm. Allah köməyiniz olsun. Bu kitabda kimin ki ərcəsi var, halal eləsin, Allah köməyi olsun. Şəhid Əzizağanın atasıyam, evin tək evladıdır. Elvin Qudratov, Rafiq Həsənov, Elçin Məlikov bu gün informasiya proqramı üçün.